29 iyun 2025-ci il bir vacib xəbəri diqqətinizə çatdırıram. Professor İlham Rəhimov Rusiyanın Yekaterinburg şəhərində soydaşlarımıza qarşı baş verən hadisə ilə bağlı rəhbərlik etdiyi təşkilatın mövqeyini açıqlayıb. Professor İlham Rəhimov News 24 AZA açıqlamasında bildirib ki, rəhbərlik etdiyi təşkilat Yekaterinburg şəhərində Rusiya vətəndaşları olan Azərbaycanlılara qarşı törədilmiş hadisəni qəti şəkildə pisləyir və bunu həyata keçirmiş hüquq mühafizə orqanlarının əməkdaşlarının dairəsini müəyyən etməklə onların cinayət məsuliyyətinə cəlb edilməsini qəti şəkildə tələb edir. İlham Rəhimov bildirib ki, hadisədən sonra xəbər tutan kimi Yekaterinburg şəhərində Azərbaycan diasporunun rəhbəri Elçin Şıxlınski ilə bir neçə dəfə əlaqə saxlayaraq həm hadisə barədə ətraflı məlumat alıb, həm də bundan sonra hansı addımların atılması barədə diaspor rəhbəri ilə məsləhətləşmələr aparıb. Professor İlham Rəhimov baş vermiş hadisənin obyektiv araşdırılması üçün Rusiya hüquq mühafizə orqanlarının rəhbərliyində təmsil olunan şəxslərə müraciət ediləcəyini bildirib. O, hadisənin obyektiv araşdırılması üçün bütün imkanlarından və nüfuzundan istifadə edəcəyini də qeyd edib. Professor İlham Rəhimov eyni zamanda baş vermiş hadisənin həssaslığını nəzərə alaraq məsələnin tam və hərtərəfli araşdırılmasını gözləməyi Azərbaycanlıların Rusiya cəmiyyətində mövqelərinin güclənməsindən ciddi narahat olan qüvvələrin maraqlarına istəmədən belə xidmət edən hərəkətlərdən yayınmağın vacib olduğunu ifadə edib.